Assalamu alaykum əməyə, Xanka Feyz abunəçiləri, küzətuvçuları. Bugün sizlərlə bir Xankamızda 3 baxdan doğrusunda caylaşqan Impuls dükanından yeniliklər var ikən, şularını bir göstərib ötəmiz. Nav yenilik desənizə, şu noyabr ayında kreditə, smartfon bolamı, notebook bolamı, kreditə xərid etkən vəclərinizni ay axırında ponni kreditini yapıb bərimizdə tutdular. Ahmədli iştirakçılar xatarında. Sən də hazır toluq məlumatını verib ötəmiz. Yazıq ağam məlumatlarını Əzizbək ağam danışdıradı. Əzizbək ağam, assalamu alaykum, yaxşımızsa? Sərsəmənlər. Şükür edirəm. Xuda xalası, indi nə yeniliklərini qoyduq indi xalqımız üçün? Bizə də zor yenilik, Ahmədli Mücaz deyən aksiyamızda başa bərdik. Neçik nərsə boladı, bizə dükanımızdan klient bölübdürlər, yəni kreditə telefon aladan olsa, kliyentin adı, familiyasını yazıb alamız, nav proqramadan çıxarğanını yazıb alamız, telefonunun modelini, ya bulmasa notebook, fark yok, telefon notebook. Yazıb bakalımızdan. Bu nərsə oynaladı, Xanka filialda 50 dənə klient, o kişi 300 dənə klientdən birisini kreditini 100% həmməsini ilib verəmiz. Yəni krediti alsa da mut düşüşü mümkün baxalasa. Çünki nədə qoymaydı, biletlərimiz sonra çeklənməyər. Həmməsi var. Xanka üçün 50 dənə. Tamam, 50 dənə mücaz, biletlə sonra çeklənməyər. Gələdilər, kredit alsalar, adı fəmilərini yazdırıb, telefon nömrələrini yazdırıb kitədilər. Bir kısmı klient haberleri, bir kısmı bize de kaldı. Aynı sonunda oynaladı. Bir kliyentle 100% kreditini törətdi. Şu iş kağızıyla bir kısmı kırkıladı, bir kısmını kırkıp alınadı. Bağını kitçiyen tarafı kliyente getedi. Ketteyanı dükkanda kaladı yine. Keyin sen filialların həməsində boladı axır. Yine filiallar. Filial, Ligent, Şabat filialları, Xanka filial həməsində oynanmışlardı. Həm yerdə baxal bir xil, həm yerdə tizim bir xil. En əsasisi iyi şərəf barı bir şərəf şərt emas. Dükkanın özünə bir dənə pasportun özünə çıxartıb verəmiz. Heç şərəf baş etəmiz. Uzaq 10 minuta taxlaq verirlər. Telefon olsa, notebook olsa həməsini 10 minut uzaq 15 minuta taxlaq verəmiz. Bildiğin işletilen iPhone'ların karapriyaller için yine görürüz. iPhone'lar ama. iPhone'larımız var. Dükkanda mesela yine iPhone 13 Pro Max 87 yonkıslı 128 hatırlı ideal senede 7 milyon somduralı. 12 Pro Max'larımız var yine 94 yonkıslı ideal senede həmməsi işlət durğan, həmməsi işlət durdu. Yani mesela iPhone 13 Pro modelimiz yonkısdan hatırladan görüyoruz. 13 Pro 128'lik yonkısları ise 80 milyon kısmı. Naqd baxası 6 milyon 200 min somdur. Ki 12 Pro modellərimiz 128'lik 80 milyon kısmı 4 milyon 800 min som. Ki iPhone 11'imiz var 3 milyon somdur. 64 milyon kısmı 80 64 hatırlayla 82 milyon kısmı. Keyin ben tərəfdə yine 13 Pro Max 256'lık 13 Pro Max'ımız 7,5 milyon som. Yani 13 Pro modellərimizdən var. Android'də isə Android'lərin işlengəlləri var. Mesela E25 modelləri, E15 modelləri işlengəlləri tapılar. Həm də isə həmmə işlengən buladımı, taza model buladımı həmməsini bir dənə pasportun özünə bölüb törə çıxartıb verəmiz. İndi Əzizbək ağam, ayıqqanızı trading məsələsinə aytıb ötsək. Trading xidmətimizdən bu neçik var. Məsələn, işlətib yürüyən telefonunuz bolsa, xarıqan bolsa, ya almashtırış niyyətiniz bolsa, dükana alıp gələsiniz, korobka dokumentlərlə. Bizə mütəxəssis ballarımız baxal idi. Dan keyin taza telefonunu üstü pulunu töləb alıp getə verəsiniz. Əgər üstü puluna pulu 7000 dörəm bolsa, pasportunu özünə bölüb törə çıxartıb verəmiz. En qızıqı aşunətdir bölüb törə alan bolsanızsa, şu aksiyamızda qatnaşasınız. Şurada adı fəmilə yazıladı. Yəni trading boyunca alınan telefonlara aksiyamızda bu oldu. Axırında yeni törəb veriş imkaniyyəti var. İndi sizlərə telefonlarını, 1-2 modellərini baxarlarından aytıb ötəmiz. Məsələn, Əzizbək ağam. Sənə Samsung modellərimiz terib tutdu. Bəndə Redmi modellər. Samsung'da yine mesela E06 modeli var. E06. 06 tamam. Bir il rəsmi kəfalətli, xatirəsi 4'ə 64'lük oladı. 2 sim kartalı variant. Bunu naqd baxası 1 milyon 200 min somdur. Hazır bundan bir nə bu tutdu baxası boyunca. Əldindən 400 min som pul versəniz 800 min som pul qaladı. Özünün pulunu 3'ə bölüb veriş variantı var. Aynen E06 modelində şu aksiya var. Özünün pulunu 3'ə bölüb veririz. Ki mən tərəfdə yine hazır trenddə oturğan E17 modeli var. Xatirəsi 6 və 128'lik bir il rəsmi kəfalətli 2 sim kartı var.
Bulan bahalar o'zgarib turadi, har satda o'zgarib turadi. Bugungi primerniy bahosini aytaman, 2 million 80 ming so'm bo'lib qoladi bugungi baholar. Shunday modellarimiz bor. Ben tarafda 26, 36, 56 lar hammasi. Keyin bu arka tarafingizda Honor modellerimiz, Infinix, Tecno modellari, Realme modellari, iPhone, ben tarafda da iPhone seriyalarimiz ham bor. iPhone 17 Pro Max'dan maketlari, iPhone Air modellerimiz var. Hammasini gündəlik bahalardan bölüntülərə narxdan çıxarıb verimiz. Bir də trenddən oturan X9D modeli, xatirəsi 8'e 256'lık oladı. Ya bunu Oğuz Çakvam gördülər bunda. Kaynağı sonluq görülər, beçaranı nə bir işətib gömədilər. Narx bahası 3 milyon 900 min son duradı. 3 milyon 900. Bundan baxan özgəriş ehtimalı varmı? Ya özgərib duradı. İndi bəli həmmə modellərimiz nə deyənin sklad bahası deyənin özgərib duradı. Gündəlik tazalara baxan varlar. Aytgancha bizə Telegram kanalımız var, həm də Instagram kanalımız var. Şöyle Telegramda narx bahaları taşab barladı, Instagramda ise kredit bahaları taşab barladı. Gündəlik taşab barladı. Şuna abone olub qoysalar. Abone olup görərsən, işara koyamız yine. İşi görərləriniz Telegram, Instagram kanalları boladı. Bir tərəfdə notebooklarımız. Bunların Ahmet Nimcaz aksiyası qatnaşanlar var, böyük tərəfə asalar. Mesela notebooklarımız 2 milyon 800 min so'mdan başlaydı. Aynen studentler için, okuyucu, dokument, Word, Excel'de işləyən adamlar için zor doğru gelen model. Lenovo firması Celeron prosesörlü 4256 xatirəli 2 milyon 800 min so'm duradi. Keyin asosdan diklan kitoları, ben tarafdan Acer modellerimiz var. 8'e 256 xatirəli Asus modellerimiz. Asus Celeron prosesör 4256. Bu modellerin zor tarafı zaryadni 6, 7, 8 sətəcə tutub belədi. Mesela studentler için zor, auditoriyada otursa, mesela zaryadçı yok yerlerde oturup kalsa, zaryad tam bu kalıyor. Bu kadar da dikkat kitaplarda modelleri hiçbir brandimiz i3 prosesör olarak 13. evlat. Bu Photoshop, Illustrator'da işləyən adamlar, Figma'da işləyən adamlar için, hem de ise Adines buhalteriyalarla işləyən adamlar için doğru geldi. 8256 i3 prosesör, narx bahası 4 milyon 600 min so'm duradi. Bir tarafta Acer firmamızın notebookları var. i5 prosesör var. 8'e 512'lik, 16'a 512'lik. Narx bahaları yazılған 5 milyon 606 milyon. Bir tarafta brendlerden biri MSI Modern modeli var. i5 prosesör 16'a 512'lik. Həmmə notebooklara bir yıl resmi kafalatı var. Yanında Somke, Mişke, kovriklarini koşup verəmiz. Windows ustanovka etib durub. Micaz aytgan любой programmanı o'rnatib beramiz. Mesela Photoshop bo'ladi, Illustrator mı, AutoCAD 3D Max bo'ladi, hammasini o'rnatib taxlab beramiz.